Salam, salam əziz və dəyərli izləyicilərim. Bugünkü videom cavan analara səslənirəm. Körpə uşaqları olanlar, pampers geyindirənlər və yaxud təzə-təzə gəzib yıxılıb dizləri yara olanlar, gözəl körpələrim üçün, şirin balalar üçün çəkirəm bu videonu. Bilirsiniz ki, mən nəyisə bilib sizlərlə bölüşməyəndə çox pis oluram. Ona görə də bugünkü videom belə bir gözəl Bepanthen Plus haqqındadır. Əzizlərim, pampersdə əgər pişməcə deyirlər, pişməcə olursa, allergiya olursa, qızarırsa, çox gözəl təsir eləyir bu Bepanthen. Deməli, Rus rublu ilə 1000 rubludur. Mən Rusiyadan almışam, amma Azərbaycanda da var. Təsəvvür eləyin ki, bacımın nəvəsi, Allah cəmi nəvələri xeyirli, sağ-salamat böyütsün. Mənim bacımın nəvələri də içində. Cəmi balaları Allah islah evladlar eləsin, xeyirli, atalı, analı, nənəli, babalı böyütsün inşallah. Mənə də Allah çox tezliklə nəvə qismət eləsin inşallah. Allah qismət bilirsə, xeyir bilirsə. Deməli, uşaq yıxılmışdı bacımın nəvəsi, yaman gündə idi. Uşaq o qədər də belə ərkəsöyün uşaqdır ki, ona heç nə əl vurmaq olmaz, nə dərman vurmaq olmaz, nə maz vurmaq olmaz. Mənə zəng elədi, çünki hamının skorpomuşuyam mən qohumlarda, əqrabalarda, ailədə hamının. Zəng elədi ağlaya-ağlaya ki, bəs belə-belə yıxılıb dizi yaman gündədir, amma əlimizi vura bilmirik. Mən özüm də bilirəm ki, o uşağa heç nə eləmək olmaz, yaxın durmaq olmaz, çox qorxan uşaqdır. Dedim, tez həmən apteka qaçırsınız, Bepanthen alırsınız. Bepanthen Plus təzə çıxıb, lap əvvəllər təkcə Bepanthen idi. Bepanthen, ekrana şəkli gələcək, görəcəksiniz. Bepanthen Plus yeni çıxıbdı, yəni eynidir demək olar tərkibi. Rus pulu ilə 1000 rubulda, Azərbaycan pulu ilə 20 manat olar deyəsən. O qədər gözəl bir şeydir. O qızaran uşaqlara bir dənə gecəni vurub səhər görəcəksiniz ki, ağappaqdır. Ən çox da həmən o yıxılan, dizi yara olan, təmizləyə bilmirsiniz, həm antibakteriyal təsir göstərir. Mikrobu aradan qaldırır və yeni mikrobların yaranmasını götürür. O quruyur, yaradan belə bərkiyir, onu aradan götürür, yumuşaldır. Yox, yumuşaq yaradırsa, sulu yaradırsa onu qurudur. Yəni o qədər çox bunun funksiyaları var ki, saymaqla bitmir. Bəzən ola bilər bir-iki insan, belə deyim də, başı olmayan insan, başı çatmayan insan, mən belə şeylər haqqında danışanda deyir ki, pul qazanmaq üçün reklam eləyir. Aptekin mənim reklamıma ehtiyacı yoxdur. Hələ Bepanthenin mənim reklamıma ehtiyacı yoxdur. Mən bunu, belə videoları mənim üçün dəyərli olan, əziyyətimə, əməyimə dəyər verib mənə çox sağ ol yazan şərhlərdə, dualar eləyən çox dəyərli, səviyyəli, tərbiyəsi özümə uyğun izləyicilərim üçün danışıram. Əgər sənin başın çatmırsa, git bir araşdır, gör aptek şeylərini reklam eləməyə dəyərmi? Nəysə, əzizlərim, dediyim odur ki, o qədər gözəl funksiyaları var ki bunun, həm pampersin altında qızaran, səpən uşaqlar üçün, həm elə dediyim kimi yıxılan, yanan, da elə bir yara yoxdur ki, bu ona kömək eləməsin. Dediyim kimi, bunun ən gözəl özəlliyi odur ki, həm antibakteriyaldır, təmizləyir, xlorgeksidin var tərkibində, nə bilmək, da bilmədiyiniz şeylər saymaqla bitmir. Bir mazın içində o qədər şey olarmı? Adətən deyirik, nəsə vuraq, yod, pereks, nəsə vuraq ki, antibakteriyal olsun, sonra krem vuraq. Xeyr, bax, bunun tərkibində hamısı var. Yavaşca yandırmayan 3%li perekslə, yavaşca təmizləyin, lap pambıqla qoyun üstünə, əgər yıxılan yaradırsa. Amma pampersin altına eləcə vura bilərsiniz. Özdə elə bir özəlliyi var ki, üstündən leykoplaster da yapışdırmaq olar bunun. Yəni ki, evinizdən üzməyin, körpə uşağı olanlar, Allah lazım eləməsin, yıxılıb eləməsinlər. Yəni, biləsiniz ki, çantanızda var bir yerə gedəndə. Mənim uşaqlarım balaca olanda özümlə gəzdirirdim. İndi də yenə də evdən bax görürsünüz, üzmürəm. Çünki niyə bilirəm ki, bir yer kəsildi, yara oldu, bir günə vurursan sabaha düzəldir. Yəni, o dərəcədə gözəl və keyfiyyətlidir, effektlidir. Siz də effektini görəcəksiniz. Çünki çox suallar gəlirdi ki, Məryəm xanım, uşaqlarımıza pampersə nə vururuq, xeyr eləmir, nə eləsə xeyr eləyər, buyurun sizin çarəniz. Mənim əzizlərim, yeni ana olan xanımlar, elə əslində sizə lazımdır sağlam qidalanmaq ki, süt verirsinizsə və yaxud körpəniz balacadırsa, orqanizminizi yeni uşaq dünyaya gətirmişsiniz, orqanizminizi bərpa etməyiniz lazımdır. Əgər istəyirsinizsə, bütün xanımlara aiddir. Hətta dəyərli qardaşlar üçün də qrup yaratmışam. Həm xanımlar üçün ayrıdır, bəylər üçün ayrıdır. Əgər istəyirsinizsə, buyurub qrupuma gələ bilərsiniz. Bircə dəfə 20 manat ödəyəcəksiniz. Bəs deyərsiniz ki, Məryəm xanım, bu 20 manatın içində nələr var? Bu 20 manatın içində hər ay ödəmirsiniz, cəmi bircə dəfə qrupa girəndə ödəyirsiniz. Bu 20 manatın içində qəbizlikdən, qazdan, köpdən, qarın gürültüsündən azad olursunuz. Qaraciyər yüklənməsindən azad olursunuz. Amma mən sizə nə siyana çayı yazmayacağım, nə
acılıq otu yazmayacağam, nə qara kömür. Çünki onlar sizin mədə bağırsağınızın mikroflorasını pozur. Elə bir vəziyyətə gətirir ki, bağırsağınızı, siz artıq bağırsağınız klizmaya belə təsir göstərmir. O dərəcədə tənbəlləşdirirsiniz. Və yaxud qaraciyəriniz yüklənibsə, bədəniniz ləkədir, üzünüz ləkədir, prişklərdir. Çünki bizim üzümüz qaraciyərimizin, bağırsağımızın aynasıdır. Buyura bilərsiniz, gözəlliyinizə gözəllik gələcək mənim dəyərli bacılarım. Hətta dəyərli qardaşlar üçün də qızıl qaydalarımı atıram. Deyirəm, lazımdırsa sizin də yoldaşınız üçün, bacılarınız üçün öz qızıl qaydalarımı, gözəllik sirlərimi atım. Onların da gözəlliklərinə gözəllik gəlsin. Buyura bilərsiniz və bir də onu deyim ki, mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım. Çünki onlar dəhşət saçır. Özümə rəva bilmədiyimi sizə rəva bilməyəcəm. Əgər girirsinizsə, qrupuma girmək istəyirsinizsə, məsləhət bilirsinizsə, gərək necə tələffüz edirəmsə, bax, indici sizə tələffüz edəcəm. Necə deyirəmsə, o cürə yaddaşa salasınız. Əgər Tirezad əlavə etsəniz, nömrənin əvvəlinə 01255 əlavə etsəniz, tapmayacaqsınız mənim WhatsApp nömrəmi. Dediyim kimi, necə tələffüz edirəmsə, o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlər də bir neymətdir. O qədər şükürlər eləyin ki, şükürlərinizi Allah başınızdan daha da çox döysün. Şikayətlərinizi azaldın ki, Allah şikayətlərinizi azatsın. Ki, bunu qrupumda artıq elə bir vəziyyətə gətirmişəm ki, bütün xanımlar, dini rituallarım var qruplarımda. Yəni, elə bir vəziyyətə gəliblər ki, artıq hamısı deyir ki, Məryəm xanım, ruzimiz də bollaşıb, evimizdən söz-söhbət yığışdırılıb. Niyə? Çünki şükür böyük neymətdir, əzizlərim. Şükürlərinizi bol-bol eləyin. Sağ olun.